yoxdur. Möminin növbəti xüsusiyyəti bu da çox maraqlıdır. Və la yətəhamalu aləl əstiqa. Təhamül həddindən artıq gözləntidə olmaq. Təhamül yəni bir kəsi həddindən artıq təzyiqdə saxlamaq. Hədis bizə bunu çatdırır ki, mömin öz dostlarını həddindən artıq təzyiqdə saxlamamalıdır. Mömin öz dostlarından həddindən artıq gözləntidə olmamalıdır. Onları həddindən artıq yükləməməlidir. Bir kəsi görürsən, məsələn, düşməni ilə qarşılaşanda can üstü olan adama bənzəyir ki, gözləri hədəqədən çıxıb, nəfəs belə ala bilmir. Amma elə ki, dostu ilə qarşılaşdı, başlayır deyinməyə. Niyə filan iş belə oldu, niyə filan iş elə oldu, həddindən artıq baskılar, həddindən artıq təzyiqlər. Dost burada nisbətən ümumi mənanı da kəsb eləyə bilər. Məsələn, insanın yaxını, əzizi, hətta ailə üzvləri. Məsələn, görərsən, həddindən artıq öz ailəsi ilə rəftarında gözləntisi çoxdur, həddini aşır. Evdə ailə üzvləri ilə danışanda elə deyinir, niyə bunu belə elədiniz, niyə bunu elə eləmədiniz. Amma mömin o kəsdir ki, o öz əzizini, dostunu təzyiq altında saxlamaz. Onu həddindən artıq yükləməz.